Əziz və dəyərli izləyicilər, yəni təqdim edəcəm. Nağıllar aləminə gəlmişəm dostlar. Gecə-gecə gəlmişəm, nə görə gecə-gecə gəlmişəm? Gözəllikləri bu işıqlandırmanı gecə görmək lazımdır. Əziz və dəyərli izləyicilərimiz, masajır arasında ikinci aracın tam arxasında ideal bir otaq təşkilinə gəlmişəm. Evin gözəlliyinə baxın, 7-8 daş kürsüdür, qoşa daşdan inşa olub. Ağaclarımıza kimi var deyil də. Qiymət də gözəl qiymət deyil. Bir şeylə qeyd edin ki, evimizdə gördüyünüz əşyalar hamısı qiymətimizə daxildir. Evimizin qiyməti 119 min manatdan çıxıb, yaxın dostumun evidir. Amma mən demirəm ki, bu evin qiymətini indirəcəm, özə qəşəng indirəcəm. Dostlar, geniş belə həyətimizə baxın, həyətdən gəlirik. Yəni, maşın, adam ürəklə bura başı salmaq istəmir də bu həyətə, o qədər gözəldir. Navesimizə kimi var. Evimiz 3 otaqdan ibarətdir. Bir daha qeyd edirəm, dövlət ipotekasına tam yararlıdır. Daxil olduqda belə bir geniş holumuz qarşılayır bizi. Dostlar, burada işlərindən mebellərdir, elektrik avadanlıqlarda hamısı markalardır. Bilənlər bilir, yardım ki, görürsünüz, bilərsiniz, hamısı markalardır. Hamısı qalır. Evin yiyəsi deyir ki, qardaş, bir dənə mən paltarımı götürürəm, bu evdən çıxıram. Qavqaşqına kimi evin qiymətinə daxildir. Bir daha qayıt edirəm. Evimizin qiyməti 119 min manatdır. Mən endirim elətdirəcəm. Siz mənlə əlaqə saxlayın, mən endirim elətdirəcəm. Burada zalımızdır, yeni müasirisidir, tavan işləmələrimiz, pərdələrimiz, konserlerimiz, twistentimiz. Bu gülü götürüb, bu gülə kimi bu qiymətə daxildir. Heç də aparmayacaq. Bir dənə paltarımızı götürüb çıxacaq bu evdən. Dostlar, bu zalımız. Burada belə bir zalımız. İkinci yataq otağımız, geniş belə bir yataq otağımız bizi qarşılayır. Mebellər nə kimi hamısı təsis olunubdur. Görürsünüz, rahat şəkildə mebellər yığılıb, rahat şəkildə də hərəkət edə bilirik evin içində. Dövlət ipotekasına da yararlıdır. Tam rahat şəkildə dövlət ipotekasına sağ bilərsiniz. Evimizin və torpağımızın da paket sənədli notariyə qədər rahat şəkildə alqı-satqı eləyə biləcəyik. Bu sonuncu, üçüncü yataq otağımızdır. Dostlar, burada da belə bir taxt da qoya bilərsiniz bu yataq otağına. Sadəcə bir nəfər qaldığı üçün balaca bir taxt qoymuşuq. Amma geniş taxt qoymağa yerimiz də var. Və son olaraq da sanuzlimizi. Mən istəyərdim sizə bir sürü nə göstərəm. Bax, buradan da görsənir. Yoldan yoldur. Qapımızın ağzına kimi də asfalt yoldur. Bax, buradan göstərir dostlara. İkinci araz, İnşaat Telekom. Bax, arazın düz arxasıdır. İnşaat Telekom'dur. Qeyd edim ki, bundan Allah'a bu ərazide torpaq yoxdur. Torpaq olsa da belə, sotu torpağı 45-50 min manat civarında olur. Qapısının önünə kimi asfalt yoldur. Həyətimizdə, çöldən də həyətimizi işıqlandıracaq, çöl yolu işıqlandıracaq, işıqlandırmalarımız da var. Bax, burada düz İnşaat Telekom'dan üzbüzdür. Dostlar, bu evlə əlaqə saxlamaq istəyənlər, əlaqə nömrəmiz 070 691 23-lə əlaqə saxlasın. Ancaq və ancaq bu evə özəl bir endirim edən biləcək adam varsa o da mənim.